Gəlin Milan derbisinə sürətli bir baxış keçirək. Deməli, milli komandaların oyunlarından sonra nəhayət ki, A seriyası qayıdır. Və bütün diqqət əlbəttə Inter-Milan oyunundadır. Bu sadəcə bir derbi deyil, elə bir birbaşa çempionluq uğrunda döyüşdü. Birinci məsələ, lider Inter. Onlar necə deyərlər, həm çox güclüdülər, həm də biraz həssas vəziyyətdədirlər. Cədvəlin lideridir, liqanın ən güclü hücumu da onlardadır. Lautaro Martinez isə, o sadəcə fantastik formadadır, son oyunların əsl qəhrəmanıdır. Amma böyük bir amma var. Interin ciddi bir baş ağrısı var. Əsas cinah müdafiəçiləri Dumfries və Darmian zədəlidir. Bu isə bilirsiniz, komandanın o sürətli cinah oyununu demək olar ki, iflicidə bilər. İkincisi, Milan. Onlar sanki məğlub olmağı unudublar, amma qələbə qazanmaqda və biraz çətinlik çəkirlər. Düz 11 oyundur ki, uduzmur. Bəs sual budur, niyə zirvədə deyirlər? Cavab çox sadədir. O bezdirici heç-heçələr. Xüsusilə də Parmaya qarşı 2-0 öndəykən qələbəni əldən vermələri əsl məyusluq idi. Komandanın ulduzu Leao da ot püskürür. Deyir ki, istənilən rəqibə, xüsusən də qonşumuza meydan oxumağa hazırıq. Bir sözlə, bu oyun sadəcə prinsipial bir derbi deyil, həm də cinahları iflic olmuş bir liderlə qələbəyə həsrət qalan, amma məğlub olmayan bir rəqibin taktiki düellosu olacaq.